Fikir verin. Allah Subhanahu ve Teala İsra surasında buyurur ki: "Ve yed'u'l insanu bi'ş-şerri du'aahu bil hayr ve kana'l insanu acula." Allah Teala bu ayədə buyurur ki, insan özünə xeyir dua etdiyi kimi eyni zamanda da şər dua edir. Həqiqətən də deyir, insan deyir, tələskəndir. Ona görə dəyərli qardaşlar, insan tələsməməlidir. Bəddua etməkdən Allaha sığınmalıdır. Tabinlərdən olan Qatədə, Allah ona rəhmət etsin, buyurur ki, insan öz malına və eləcə də öz övladına lənət oxuyaraq ona lənət söyləyərsə, əgər Allah onun etdiyi duasını qəbul etsəydi, o zaman o həlak olardı. Allah onu həlak edərdi. Və həmçinin dahi alimlərdən olan, bu əsrin böyük alimlərindən olan təfsir alimlərindən Abdurrahman Əs-Sədi, Allah ona rəhmət etsin, fikir verin, buyurur ki, insanın qəzəb zamanında özünün əleyhinə və həmçinin öz övladlarının və malının əleyhinə bəddua etməsi onun bir mənalı olaraq cahilliyindən və həmçinin tələskənliyindən irəli gəlir. İnsan deyir, xeyir dua etməyə tələsdiyi kimi eyni zamanda da şər dua etməyə, bəddua etməyə də tələsir. Bəli, əziz qardaşlar, hər bir müsəlman çalışmalıdır öz övladlarına xeyir dua etsin.